Əgər sən uzun müddət özünü yorğun hiss edirsənsə, bunu tənbəllik adlandırma. Bu zəiflik də deyil. Əslində bu sənin güclü olduğunun sübuta yetirilməsidir. Sən güclü görünməyə çalışırsan və bu güclü olmaq səni yorur. Düşüncələrində bəzi hissələri dəyişməlisən. Bu sənin səlahiyyətindədir. Əgər müstəqil surətdə bunu bacarmayacaqsansa, o zaman öz mütəxəssisini tap. Ən vacib hissələrdən biri sağlam sərhədlərin çəkilməsidir. Ən vacib olaraq ikinci hissə öz düşüncələrini filtrdən keçirməndir. Və nəhayətində sənə aid olub-olmayan hissələrin seçilməsidir. Sənin həqiqətən həyat fəaliyyətini yaxşılaşdıran düşüncələri seçməlisən zehnində. Onları sevməlisən, bəyənməlisən, özünküləşdirməlisən. Sənə ziyan vuran düşüncələrin hamısı sənə aid deyil.